Ağkənd haqqında, onun tarixi, mədəni irs haqqında tamaşaçılara məlumat verərdiniz. Bizim nəslin elə atam, babalarımdan gələn bütün misallarda göstərilir ki, biz orada 1000 illərin sakinləri olmuşuq. Yəni, Dərə-Ələyəz mahalının kəndləri yaradılandan bizim nəsil orada yaşayıbdır. Kəndimiz çox gözəl bir kənd idi, çox mənzərəli bir kənd idi. Kənd çay sahilində yerləşirdi, dərələrin qucağında, Səlimin qədiyində. Kəndimizin qədimliyinin də əsas göstəricilərindən biri də o idi ki, kənddə hələ lap keçmişdən qalan karvansaralar var idi, üç dənə karvansaralar var idi. Kənddə köhnə qəbirstanlıq deyilən yer var idi, yolun altı, yolun üstündə də yenə də həmin o köhnə qəbirlərdən var idi və yuxarısı sonradan dəfn olunmuş məzarlıqlar var idi. Və bu qəbirstanlıqlarda qoç şəkilləri, yəni qoç şəkili formasında, kvadrat formasında yuxarısı boş qəbirlər var idi ki, o da bizim türk tayfalarına xarakterik qəbirlər idi. Çünki türk tayfalarının əksəriyyətində qəbirlər kvadrat şəklində daşlar olsa da ortasında dərin bir çuxur yarırdılar, açırdılar ki, ora suda olsun ki, quşlar oradan su içsinlər. Və o qoç abidələrin də üstündə hamısı türk nişanələri idi, türk şəkilləri idi.